Atəşkəs dövründə həlak olan əskərlərin hüquqlarının müdafiəsinə dəstək İctimai Birliyi bazar ertəsi Ratidə mətbuat konfransı keçirib. Birliyin sədri Bəyalı Əzizov bu sahədə problemlərin qaldığını, ən əsası isə əskərlərin müəmmalı ölümlərinin davam etdiyini vurğulayıb. Bu müəmmalı ölümlərin davam etməsinə səbəb kimi baş vermiş ölümlərin obyektiv və ədalətli araşdırılmaması göstərilib. Məsələn, belə qoyurlar ki, əskər cinayətkar kimsə güllələyib. Sonra onu əskəri dövlət bayrağına düşürlər, dövlət orqanlarının müşayiəti ilə gətirib təmtəraqlı sürətdə dəfn edirlər. Məsələn, də örtbası dürbədür iftiralar, fitnələr, nə bilim nə, ləşələr yapırlar əskərlərin üstünə. Onda sual çıxır ortalığa. Təbii ki, sual çıxır ortalığa ki, yaxşı, əgər əskər cinayət eləyibsə, niyə onun dövlət bayrağına düşür, təmtəraqlı sürətdə dəfn edirlər? Belə ədalətsizlik, yalan ittihamlarla üz-üzə qalan bir sıra valideynlər haqsızlığa dözə bilməyərək dünyalarını dəyişiblər. Mətbuat konfransında kütləvi ölümlərlə müşahidə edilən 2010-cu ilin Daşkəsən, 2011-ci ilin Murov hadisələrinin səbəblərinin hələ də açılmadığı qeyd edilib. Bir sıra valideynlər bəzi hallarda əskər ölümlərinin daxili orqanların satılması məqsədi ilə törədildiyini iddia edib. Qeyri-adi döyüş şəraitində öldürüb bizi balalar. Döyüşdə ölən ayrı şeydir. Bizdəki düşmənlə döyüşdə ölən, dersən ki, mənim balam düşmənlə döyüşdə ölür. Amma qeyri-adi döyüş şəraitində, rahat şəraitdə öldürülür bizim uşaqlarımıza. Hara baxır? Bu ancaq orqanları niyə çıxardırdılar? Bir də orqan məsələsi. Bizim uşaqların daxili orqanları çıxardırıb satılmışdı. Mən onun davasına çıxmışam. Mən hələ gəldim, hərbi prokurorluqdan 5 dəfə gəldim. Mən oğluma ekspert tələb edirəm. Rasim Aliyev kimi də yanına getmişəm. Dedim, mənim oğlumun orqanları niyə çıxarmışsın? Dedi, onun ruhunu narahat eləmir. Daxili orqanları yox idi. Əskər ölür, yəni özünü asırsa da. Onun daxili orqanları niyə çıxmır? Niyə olmamalıdır? Bir qism ölümlərə səbəb kimi hərbi hissə daxilində törədilən zorakılıqlar göstərilib. Bəzi hallarda bu ölümlərə idarələr arası maraqların toqquşması səbəb olub. Hərbi prokurorluqdan dövlət başçısına qədər bütün instansiyalara müraciət etdiklərini deyən valideynlər hər yerdə biganəlik və laqeydliklə rastlaşdıqlarını söyləyiblər. Dövlət səviyyəsində belə biganəliklə rastlaşdıqlarını deyən valideynlər əskər ölümlərinə etiraz olan kütləvi aksiyalarda iştirak etdiklərini bildiriblər. Bu il avqustun 18-də keçirilən aksiyada əskər ölümlərinə etiraz etdiklərinə görə şəhid əskər anaları polisin ləyaqətsiz davranışına, söyüşlərinə məruz qaldıqlarını deyiblər. Bəzilərimizin övladlarının ölümündən 3 il, 2 il keçməsinə baxmayaraq hələ də bilmirik ki, bu uşaqlar nəyin qurbanı olublar, niyə öldürülüblər deyə Daşkəsən hadisələrində həlak olan Sadiq Məmmədovun anası qeyd edib. Şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli isə bu ölümlərin siyasi səbəbli olduğunu deyib. Onun fikrincə bu ölümlərin səbəbi saxta və çürük Əliyevlər rejimi. Bu rejimin yaratmaz iqtidar komandasıdır. Mübarizə dünən də davam edir, bu gün də davam edir, sabah da davam edir. Nə qədər ki bu çürük Əliyevlər rejimi sistemi var, Mehdiyevlər rejimi sistemi var, bu mübarizə davam edəcək. Biz 2 gündən bir yenə təkrar edirəm, əskər ölümünün xəbərini aldıq. Nə qədər ki, məmurlarımızın övladları xidmətə çağırılmır, müddətli hərbi xidmətdən yayınırlar, döyüş postlarına qaldırılmırlar, bu hallar başalıb gedəcək. Son olaraq bildik əskərlərə şəhid statusu verilməsini, adlarının əbədiləşdirilməsini, onlara aid sığorta vəsaitlərinin ödənilməsini, həmçinin İctimai Birliyin dövlət qeydiyyatına alınması tələblərini irəli sürüblər.